Değerli HBTV izləyiciləri, dəqiqələr sonra bu salonda, Xəzər Universitetinin bu salonunda milli liderimiz Azərbaycan Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatının 70 illiyinə həsr olunmuş maraqlı bir tədbir sizi gözləyir. Bugünkü tədbirdə Rəsulzadənin Türk birliyinin konsepsiyası, yəni Rəsulzadə və Türk birliyi ilə bağlı alimlərin düşüncələrini sizə təqdim edəcəyik. Bizimlə olun, bizdən ayrılmayın. Sensiz zaman manasız oldu. Soyuk hiçler sen oldun. Mənə qaldı istiyordum. Mənə qaldı istiyordum. Geceleri kanasız ettim. Doyunca sohbet ettim. Kıyama, kıyma. Bunlar merhumun ruhu için bir dua olmuş, bir fatiha. Merhumun ruhu için her var. Azerbaycan'dan gelen çok değerli konaklarımız. Onlar Mehmet Emin Resulzade Müzesi için onun geçmişte yaşadıklarını bir daha milletle paylaşmak için büyük bir gayretin içinde. Ben hepsine teşekkür ederim. Tasavvuf bile getirmiştik. Mahkum peşinden altına şimdi de 1938 yılında anam böyle oğlu anası. O gün oldu. Benim ilk sözüm sizlere yok. Mehmet Əmin deyildi ve ben sizin Allah güz isteyip ve bir kitabı bağışlayın. Çünkü hamı danışanda deyirlər ki, Mehmet Əmin deyildi, dövlət yarattı, millət yarattı. Ama tarih gösterdi ki, bir dəfə ilə millət yaratmış. O millət olduğunu cəmiyyətləri hər dəqiqə, hər mərhələdə, hər tarih dönəmdə üstündə. Mən də üzr istəyirəm ondan, çünki 30 ilə yaxındır ki, biz müstəqilirik. Amma bir millət olaraq bizə millət yaradan, bizi millət eləyən və bizə dövlət yaradan bir insanın borcunu verməz. Elvida tenha oldusun. Sensiz işin mənasız oldu. Soyuk zaman sensiz sade oldu. Yolda kaldı benim gözüm. Yolda kaldı
Nə vaxtız mən istəyirəm sizdən xahiş edeyim. Məhəmməd Əmin bəyin ruhunu və Rəsulun ruhu. Çünki 38-ci ildə 5 vaxt bugün səhərə yaxın Rəsulzadənin böyük oğlu Rəsulzadə 38-də yəni ki martın əvvəllərində fevralın sonlarında həbs olunub. Rəsulzadənin oğlu olduğu üçün həbs olunub və bir neçə gündən sonra martın ikisində hökm verilib güllələnsin. 24 yaşlı heç bir günah olmayan bağdan gəlib götürüb apardılar və 5-dən 6-sına keçən gecə gülləliyirlər. Və bir neçə ildən sonra, yəni ki 15-17 ildən sonra da həmin gecə Məhəmməd Əmin də dünyasını dəyişib. Hər şeylə ayağa duraqla hər ikisini olur. Bu bizim də 5 illiyimiz olur ki, o qrupu yaratmışıq. Amma təəssüf ki, hələ ki, real bir iş görə bilmirik. Çünki bizim də vaxtımızdan elə olur ki, Rəsulzadənin Bakıda yaşadıq. Muğamdakı evi, əlbəttə ki, heç o uşaq doğulduğu evi heç məsələni qaldırmırıq. Çünki hesab edirik ki, böyük bir xadim kimi, dövlət xadimi kimi Rəsulzadənin ev muzeyi yaşadığı, yəni ki, artıq formalaşdığı, dövlət başçısında durduğu, parlamentin aparıcı fraksiyasının başçısı olduğu Bakıda yaradılmalıdır. Çünki ömrün böyük hissəsini o məhz Bakıda yaşayıb. Təsadüf də elə gətirib ki, əlimizdə olan ünvanlardan görünür ki, o yaşadığı ev deməli, Nizami metrosunun əhatəsində olub və o ev sökülüb. Söküləndən sonra Cümhuriyyət dövrü ona bu Varançovskaya keçmiş, o küçədə parlament üzvlərinin çoxunu orada ev veriblər, kimin ki şəhərdə ev olmayıb və orada bir ev veriblər. Biz o evin davasını eləyirdik ki, oradan bizə o binada, onu da içərdən tamam söküblər, atel eləyiblər. Yəni ki, o binada hər hansı muzeyi qurmaq bizim heç bir imkanımız yoxdur. Biz onun yanındakı binadakı bir eyni binadır, bu 15-də, o 13-dür. Orada getdik, baxdıq bir yaxşı bir mənzil seçdik. Baxdığımızda da Mədəniyyət Nazirliyinin özünün idarəsi oturub, 5-6 qız oturub, elə kart oynayırdı, neynirdi. Gənclərin İnnovasiya Mərkəzi Nazirliyi. O məsələ qaldırdıq ki, onu verin bizə, muzeyə ayırın. Biz içini dolduraq, nə lazımdır eləyək və özü üzündür də, balansızda olan. Hazır muzeyi işçində oturub orada bikar. Yazışdıq, neynədik, mən hazırladıq sənədləri. O vaxta qədər də çox təəssüf ki, tamam ayrı bir ünvan göstərilib və neçə illər o Nizami küçəsi, o da yəni səhlənkarlıq olub orada və indiyə kimi o mənə sağ ol, məni hörmətlə qarşılayırdılar, danışırdıq, eləyirdik. Sonda dedilər ki, o gərək 4 nazirlik ona icazə versin, əmlak, nə bilim, maliyyə, hara, oradan biz hara keçək, neyniyək filan. Yox, nə bilim, bəs siz muzey yarandı, bəs sonra bu işlərin pulunu kim verəcəkdir, siz verəcəksiniz. Nəysə, indiyə kimi o söhbətlər gedir və sonra təklif elədilər ki, Vahid bəy dedi, o da istədi, dedi ki, gedin bir ayrıca bir özünüz bir ev alın, neyinin, orada tikin. İctimai əsaslarla bir ayıbdır, ictimai əsaslar. Biz də gələrik, açılışda iştirak eləyərik. Çox sağ olun, lazımdır. Amma adamın ürəyində qalır da. Və bu il bilirsiniz ki, o Rəsulzadənin 140 illiyi qarşısında Vahid bəy sağ olsun, virtual bir muzey yaratdı. Və o virtual muzeyə o gün dedi ki, son nə bilim neçə aldı, 22 min nə qədər adam baxıb. Yəni, hətta buradakı, bizim də cəmaatın, mən inanıram ki, nə üçün qoyum icazə verilmirlər. Bəlkə ona görə ki, qorxurlar ki, səcdəgah zad olar muzeyi. Vallahi, bizim cəmaatın bu yönümünü nəzərə alsaq,
bəlkə də ona qarşı onu eləməzlər. Bu bizim çox muzeyə zada gedən həvəsləri yoxdur. Dedi, bəlkə elə virtual muzey Allahın işiymiş ki, o cür yaradığın insan otursun, ora baxsın. Görürsünüz, tədbirdir səhərdən. Hərənin bir işi var, başa düşürük də. Yəni ki, bizim aləmimizdə gərək bütün işi qoyub bura gələsən. İndi rəis və özü hələ görürsünüz, gəlib çıxa bilməyibsə. Deməli, daha önəm verilən məsələlər var. Amma Rəsulzadə o məsələlərin hamısının inanın ki, fövqündədir. Və biz bu Azərbaycan ziyalısı onu başa düşür. Mən bayaq bu səhər qoydum bu süjeti, deməli, öz səhifəmə. 70-80 adam yazır. Hamısının altında mən istəmirəm vaxt atarım, oxuyardım. Hamısı yazır ki, o kişi bizə halallıq verməzsə, bizə torpaq qəbul eləməyəcək. Biləsiniz nələr yazırlar ki, hamısı bir yazır, bunlar geçsin, otururlar o kabinetlərdə, onun yaratdığı dövlətdə, geçsinlər, halallıq alsınlar. Yəni, insanları o tərpədir, o his. İndi biz əlimizdən gələni eləyirik, bilirsiniz ki, bir işimiz də ki, Rəsulzadə irsini öyrənmək, araşdırmaq və onu yeni müstəvidə, sistemli şəkildə, yəni dünya tarixşünaslığına qaldırmaq olub. Və mən hesab edirəm, nailiyyətlərimiz var. Bilirsiniz ki, 2 dəfə çox böyük Rəsulzadə tədqiqatçılar ailəsi yaranıb. 24-25 nəfər xarici artıq müəlliflərimiz var. Və məqsədimiz də indi odur ki, Rəsulzadənin irsini, özünü, şəxsiyyətini xarici ölkələrdə, xarici ədəbiyyatlarda necə yaşadaq. O xarici dediyimiz bir dünya var, o da böyük bir türk dünyasıdır. Və Rəsulzadə yalnız Azərbaycan yox, həm də türk dünyasının böyük bir xadimidir. Ona görə də bir xəttimiz də oradır ki, bizim Şahin müəllim Mustafayev Türk Akademiyasının o prezidentidir, bilirsiniz. O indi böyük bir proyekt başlayıb orada. Çünki o orada işləyəndə o bir reallığı görüb ki, o xalqlar, o Mərkəzi Asiyanın türk xalqları deyəsən heç vəbşə tanımırlar bizim xadimlərimizi. Və biz də onların kimi tanımırıq əlbəttə, tək-tək. Ona görə o böyük bir proyekt başlayıb ki, türk dünyasının maarifçilik hərəkatının nümayəndələri və bölüb hərəmiz aramızda ki, hərəmiz, mən bax, bir gün Topçubaşığı qutarıb, o hərəmiz birini yazmışıq və o qəbildən Şahin müəllim həm də Rəsulzadənin bu yubileyi ilə bağlı onun Azərbaycan Cümhuriyyəti əsərini dilə indirmək. Bu, o kitabın təqdimatı deyil. Mən istəyirəm onu biləsiniz. Çünki təqdimatı özü gələcək, özü göstərməlidir. Təqdimat bu gün anım günüdür. Və biz bu kitabı mən indi bu deməli kiçik bir sizə onda icazə verin ki, tələbələrimiz də var, oxusunlar və mən bu prezentasiyanı artıq Polşada, Türk Xalqlarının Birliyində orada təqdim eləmişdim. Türkiyədə də eləmişik. Amma indiyə istəyərdim ki, niyə Rəsulzadə Türk dünyasının lideridir? Bir tərəfdən və Türk dünyasının liderlərindən biridir əlbəttə və olmaqla Rəsulzadəni o qalan türkçülük bizim alimlərimizdən fərqləndirən nə cəhət var? Burada çox mühüm bir intriqa var. Bax, onu nəzərinizə çatdırım. Çox, bunun buyla. Deməli, ümumi indi mən yazıları da var, siz istəsəz oxuyasınız. Siz biləsiniz ki, bu türklər bir müstəqil bir toplum olaraq nə vaxt çıxıblar və sadəcə onu deyim ki, keçmiş qədim tarixdən ta deməli bu büyünə qədər 115 türk dövləti, yəni müxtəlif məkanlarda türk dövlətləri deməli qurulub və var onun tədqiqatları var və o xəritələri də görürsünüz. O yuxarıda da bütün bu türk xalqlarının, bugünkü türk xalqlarının müasir nümayəndələridir ki, o xalqların hamısı adı yazılıb. Amma özlərini türk olaraq tanımaq, o milli kimlik məsələsinə biz ancaq 20-ci əsrin əvvəllərində, yəni şuur olaraq, kimlik olaraq onda başlayıblar. Və bu məhz bu vaxtdan ki, o siyasi mənada
özlərini tanımaq, sadəcə etnik yox, həm də əməkdaşlığa məhz 20-ci əsrin əvvəllərində başlayırlar və o bir-birləri ilə əməkdaşlığı da məhz türk kimliyi əsasında qururlar. Necə qururlar? Deməli, 1905-ci ildə Nijnin, o vaxta qədər hər türk xalqının özəl insanları var idi, o Qaspuralı var idi, tatarlar öndə gedən türk milləti idi, bizlərin də öndə olublar. Çünki onların imkanları da çox olub, qəzet, jurnalları falan. O toplanmaq baxımından bunlar ancaq 5-ci ilin avqustunda məşhur bir qurultaydı, icazə verməyiblər bunlara. Deməli, çar vaxtında bunlar güya Volqa çayında gəzmək adı ilə bir gəmi tutublar. O gəmidə yığışıblar və deməli, birinci müsəlman xalqların birinci qurultaylarını keçirdiblər. Birinci müsəlmanların, Rusiya müsəlmanların birinci qurultayı. Ne üçün belə gelişiblər və burada uşaqlar sizin də diqqətinizə bir məqamı çatdırım. Niyə Türk bu yolu seçiblər? O vaxt 1905-ci ildə böyük Rusiya inqilab böyüyüb, siyasi partiyalar var, dəstələr var, hər xalqın, hər siyasi düşüncənin, ideologiyanın öz partiyası var. Bizim liderlər, Türk xalqları, bunlar niyə partiya yaratmırlar? Bu milli kimlik ətrafında birləşirlər. Bax, onun öz səbəbləri var idi ki, niyə misal üçün Daşnak Sütun var, o birisi var, Gürcülərin sosial-demokrat var, bizimkilər gedirlər. Çünki bunlar başa düşürlər ki, müsəlman xalqlarının hüquqları Çar Rusiyasında daha çox basılır, qəbul edilmir. Deməli, ilk növbədə öz milli hüququn uğrunda mübarizə aparmalısan. Onu da tək eləyə bilərsənmi? Yox. Hələ indi onun üstünə də gələcəyik ki, niyə bu türk kimliyinin üstündə qurublar və ona görə də etnik hüquqlar uğrunda mübarizəyə birgə o mübarizə aparmaq yolunu seçirlər. O 5-ci il qurultayında ən böyük deməli, yaradılmasında, keçirilməsində böyük xidmətlər göstərmiş Azərbaycanlılar öndə gediblər. Baxmayaraq ki, tatarlar lap çox idilər. Krım tatarları var, Kazan tatarları var, Volqa boyu tatarlar var. Azərbaycanlılar Topçubaşov, Əhməd bəy Ağayev və fikir verin ki, o qurultayda adı ki, ümumi müsəlman qurultayıdır. Amma açılış nitqini Topçubaşov eləyib, o din xadimindən sonra. Görün nə ilə başlayır, deyir, biz türklər. Yəni ki, türk sözünə ki, eyni kökə, eyni mənşəyə, eyni dinə mənsub bu, əcdadlarımızın torpaqları məğribdən məşriqə qədər, qərbdən şərqə qədər uzanır. Amma bu boyda qəhrəmanlıq tariximizə baxmayaraq, nə Qafqaz dağlarında, nə Krım bağlarında, nə Qazan çöllərində öz tarixi vətənimizdə öz ehtiyaclarımızı, dərdlərimizi açıq müzakirə etmək imkanından da məhrumuq. Yəni, vəziyyət bu dərəcədə pis idi. Bax, belə bir vaxtda Rusiyanın, Türk elitasının siyasi fəallığının bu parlaq nümayişi olur bu qurultaylar. 16-cı ilə qədər davam edəcək və beləliklə də siyasi türkçülüyün əsası qoyulur. Və kim idi bu türkçülüyün əsası qoyulmaqla, yəni əməldə? Qurultay edirlər, planlar, proqram edirlər. Əlmərdan bəy yazıb o proqramını, nəzəriyyəsini falanı. Amma onun həm də nəzəri əsaslarını, ideologiyasını yaradırlar. Bax, bu həmin o ideologiyanı yaradan qabaqcıl türk xadimləridir. Qaspuralı, Əli bəy, Əhməd bəy Ağayev bizimki, Qaspuralı Krım tatarlarından, ondan sonra Yusif Akçura, Qazan tatarları və Osmanlı türkləri sonradan qatılıblar bu prosesə. Ona görə tarixi ədəbiyyatda deyirlər ki, bu türkçülük hərəkatının həm ideologiyası, həm əməli Rusiya müsəlman türklərindən əsası qoyulur. Və 10-cu, 12-ci illərdə o hərəkatın mərkəzi olur İstanbul. Niyə? Rusiyada darmadağın eliblər, inqilab batıb, irticadır. Bütün türkoloqlar, Rus hamısı yığışırlar İstanbula və türk ocaqlarını yaradırlar. Nə idi məqsədi türk ocaqlarının? Deməli, bir orqan yaratsınlar ki, bunlar böyük bir Turan yolunda bir təşkilatdır ki, bir əməli bir fəaliyyət orqanı ki, hamısı Osmanlı ətrafında türk xalqları birləşir və
bir siyasi güc olaraq ortaya çıxmaq bir niyyəti var ortalıqda və siyasi müstəviyə keçirirlər deməli bu illərdə. O da ayrı-ayrı baxın şəhərlərdə o türk ocaqlarının qruplarında kifayət qədər çox güclü bir hərəkat olur. Və 11-ci ildə bu türk dünyasının siyasi səhnəsinə artıq ikinci nəsil bir şəxsiyyətlər gəlir və Rəsulzadə o şəxsiyyətlərin bir önündə gedən bir adam olur. 11-ci ildə Rəsulzadə gəlir deməli Türkiyəyə. Hardan gəlir? İrandan gəlir. 8-ci ildə gedib İrana, orada böyük bir qarış-qarış gezib İranı, Azərbaycanı, Təbriz, hamını görüb, yazıb, İran məktublarını yazıb, Tehranda gəlib İranın o qəzeti buraxıb, ora Rəsulzadə sosial-demokrat kimi gedib. Amma mümkündür ki, bütün o mühiti görəndən sonra mən o əqidədəyəm ki, o Azərbaycançılıq şuuru orada yaranıb. Bakıda yaranmayıb, heç Türkiyədə də yaranmayıb. Çünki əsl Azərbaycanı orada görüb və orada fikirləşib ki, yaxşı biz Rusiyada müstəmləkəyik Azərbaycanlıq. Yəni müstəmləkəçimiz var, Rus. Bəs bu İrandakı bu türklər yazacaq sonra bunları ki, bunlar öz torpaqları, öz vətənləri və qurduğu dövlətdə yaşayır. Heç orada da onun özünün milli hüququ yoxdur. Niyə? Bax, o sosial-demokratiyadan dönüşü ki, əvvəl milli platformaya keçib, orada baş verir və gəlir İstanbula, düşür bu türk mühitinə, meyllərində türkçülüyə dönür, 100%-dir. Çünki Seyid Həsən Tağızadə sonra deyəcək onun, çünki İrandan bu İrançı kimi getmişdi. O səhv eləyir, o Rəsulzadə İrançılıq yoxdur. Sadəcə o İranın oradakı yazırdı, biz İranlılar falan qazetin adından yazırdı. Bunlar elə bilirdilər ki, bu da elə İrançıdır, İranlıdır. O gəldi, getdi İstanbula, türkçü oldu. Türkçü də olmayacaq və onu görəcəyik. Gəlir və Rəsulzadə orada İran türkləri adlı çox məşhur məqalələr yazır. Mən sizə təklif edirəm, uşaqlar, mütləq gedin o məqalələri oxuyun. İlk əsərdir İrandakı bizim daha fundamental əsərdir və bütün oradakı suallara ki, necə gəliblər, necə gediblər, türk kimliyi və İran türklərini o əsərdir. Mən indi əsər haqqında danışmaq istəmirəm, amma istəyirəm o əsərin həm də bir mühüm xüsusiyyəti nə olur? Birinci dəfələrlə o İran türkləri dediyi əhalini bu Azərbaycanlı adlandırır. Eynullah müəllim də bilir, İranşünaslar bilir ki, fars ədəbiyyatında o Azərbaycan əhalisinə Azərbaycanlı deyirlər. Yazılı bu, çoxdur. Yəni əvvəldən də orada yaşayan adamlara Azərbaycanlı deyiblər. Yəni bugünkü bizimkilər hamısı dağıdır ki, onlar özlərini türk bilir, türk deyir. Orada onların Azərbaycanlı adı var. Əlbəttə ki, milli kimlik kimi özlərinə türk deyirlər. Onun da səbəbi var indi o vaxta kimi. Yəni o da bir ayrı bir məsələdir və bu Tatar adı ilə çağırılan Azərbaycanlıların, Azərbaycan türkləri bilirsiniz ki, məsələsində bu Azərbaycanlı kəlməsi. Bunu bura gətirən birinci Rəsulzadə deyil. Yəni bu onlara qarşı deyir onu. Ondan əvvəl Şaxtaxlıdır, Ünsüzadə qardaşlar. Bütün o ədəbiyyatda Azərbaycanlı kəlməsi var idi. Və birdən-birə indi gəlin fikirləşək ki, niyə Azərbaycan ictimai-siyasi xadimləri o milli kimlik axtarışlarında Azərbaycanlılıq var. Amma birdən-birə bu 5-ci ilin inqilabından sonra bizim bütün ziyalılar, o Şaxtaxlısından Əhməd Ağayev o birisilər türkçü idilər. Amma hamısı ki, kim o Azərbaycanlı davası eləyib, onlar hamısı gəlir burada, birdən-birə hamısı deyirlər ki, türkçülük, saxlayırlar o, stop verirlər o Azərbaycançılığa və türkçülük səbəbi nədir? Və o hərəkat səbəbi mən sizə dedim ki, yəni ki, siyasi mübarizə aparmaq lazımdır, kimlik haqqında tək apara bilməzsən, kimlə aparmalısan? Deməli, Rusiyanın digər türk xalqları ilə. Onların da hərəsinin öz adı var, amma hamını birləşdirən bir türk adı var. Və bu Rusiya Dumasında da o qurultaylardan başqa, Rusiya Dumasında da bütün o deputatlar
hamısı türk müsəlman deməli deputatlar Rusiya Dumasında məhz müsəlman fraksiyasında birləşirlər və onlar birləşir. Hamısı türk müsəlman. Amma indi gəlin soruşaq ki, bəs niyə Rəsulzadəyə nə oldu ki? Bu da türkçü adamların içindən fikir verin. Niyə Rəsulzadə onların içindən hər halda bu Azərbaycanlı kəlməsini ortalığa çıxardır? Ne üçün çıxardır? Və bu Rəsulzadənin o fəhmini, siyasi fəhmini ki, fərqləndirəcək o biri digər xadimlərdən. Yəni, o siyasətçi ha vaxt fərqlənir, ideolog ha vaxt fərqlənir. O daha qabağı görür. Və Rəsulzadə baxır ki, harada yığışıb bu türkçülər Osmanlıda? Kimin ətrafında? Osmanlı dövlətin ətrafında yığışıb yaratmaq lazımdır bu Turanı, böyük Turanı. Və o da baxır ki, bu Osmanlı yavaş-yavaş ölkə dağılır. Ölkə tənəzzül içində. Müharibələri uduzur, Balkan müharibələrini uduzub, İtalyanları uduzub filan. Bu ölkənin yəni o durumu varmı ki, hələ özünü saxlaya bilmir, müdafiə edə bilmir. Gəlsin o boyda Rusiya imperiyasının o müsəlman türk xalqlarına başçılıq eləsin. Onda bu başa düşür. Cavan daha, baxın, 12-ci ildə hesablayın, 85, 30, 28 yaşı var. Və başa düşür, nəyə başa düşür? Siz nə cür fikirləşərsiniz? Başa düşür ki, indi hərə gərək özü-özünə bir çarə eləsin. Öz başının çarəsini özü qılsın. Ona görə nədir çarəsi? Başa düşür də Azərbaycanlıyıq da və qayıdır 13-cü ildə. Yəni, o vaxta kimi üstündə qadağan vardı tutulma. Çar Rusiyasında amnistiya verirlər və düşür amnistiya və Rəsulzadə qayıdır, gəlir 13-17-ci illərdə Azərbaycanda tamamilə Azərbaycançılıq ideologiyasının əsasını qoyur. Amma biz indi hələ ora getmirik. Amma bu qətiyyən o deyil ki, Rəsulzadə ayrıldı, oldu Azərbaycançı, qətiyyən. Bir tərəf paralel olaraq, yəni ki, türk xalqlarının birliyi, öz hüquqları, həm də yalnız mədəni deyil, siyasi hüquqları uğrunda mübarizə məsələsi gündəmdədir. Hüquqlar alınmayıb. Sən ha denən mən Azərbaycanlıyam. Onlar da Tatardır, öbürsü də Özbəkdir. Hüquq yoxdursa, hələn o mübarizəni bir yerdə davam etdirmək lazımdır. Bu da var. Və onun o dövr, bax, o mən hələ 4 məqaləsini göstərdim. İmkan yoxdur ki, hər məqalədə o nə deyib. Biləsiniz ki, bu adam sözün əsl mənasında siyasi belə geyini də. Bax, Türkistanlı qardaşlarımız, bax, o Volqa boyu türk-tatarlı yazarları, bu Qars, Polşa müsəlmanlarının acınacaqlı hallar yazır ki, bunlara biz xidmət eləməliyik. Yəni, o ideya Rəsulzadədə paralel gedir ki, türk xalqları plan feşvika və Birinci Dünya müharibəsində indi bunu yazılan da hamısının sonunda deyir ki, hazır olaq, müharibə qutarandan sonra biz gərək bir qərar verək. Yəni, ona hazırlayır. Amma gəlir, tarix göstərir ki, müharibə qutarmamış. Bunlarda Rusiya imperiyası dağılır, xalqlar, ölkə dağılıb. Hərə öz bir ümudunda bu ölkə axırında olacaq. Bax, onda məlum olur ki, bu türk müsəlman xalqları hazırdılar o öz məsələlərini müzakirə eləməyə. Bax, o uzun yolu ki, gəlibləri, cəmi o lik yoldur. Amma bunlar hazırdılar. Nədir hazırlıqları? Deməli, Bakıda, o aprel tarixlərində və mayın əvvəllərində Moskvada ümumrusiya müsəlmanların qurultayı çağırılır. Qurultayın əsas çox məsələlər var. Amma əsas məsələsi odur ki, bu Rusiyanın quruluşu nə olacaq? Ölkə dağılıb. Təbii ki, hələ heç kəs müstəqil falan düşünmür, çünki yetişilməyib ora. Hamısı gözləyir ki, bu Rusiyanın dağılanda bu xalqların taleyi nə olacaq? Hər iki qurultayda bu sual ətraf məruzəni fikir verin Rəsulzadə eləyib. Hər iki qurultayda. Yəni, bu adam nə qədər yetişib. Bu Bakı qurultayında Rəsulzadə, bax, İsmailiyyə binasında olub və o təklif eləyir. Tək əlbəttə, bunun təklifi deyildir. Topçubaşov var, aparır, o iclasları, Xasım Əhmədovlar var, Xanxoyskilər, hamısı oturublar. Nəsib bəy var. Amma Rəsulzadə məruzəni eləyir
Deməli, bunların danışan dili Rəsulzadədir. Bax, Azərbaycan elitasının danışan dili Rəsulzadədir. İdarə eləyən qrupu Topçubaşovdur. Sırf idarəçiliklə məşğul olan Fətəli xan Xoyskidir. Amma dil, ideoloq təbii ki, Rəsulzadədir və orada da deyir, Rusiya imperiyası dağıldı. Yerində nə olmalıdır? Federativ, demokratik Rusiya Respublikası. Rusiya Demokratik Federativ Respublikası. Və o dövlətin içində bu türk müsəlman xalqları spor indi müzakirə odur ki, nə muxtariyyət alsınlar. Bunlar deyirlər, kiminki ərazisi sərhədyanıdır, yəni məsələ onu deyil ki, ayrılır ucqarlarda. Onlar milli ərazi muxtariyyəti istəyir. O tatarlar, filanlar, hamısı ki, ölkənin içindəyirlər. Onlar milli mədəni muxtariyyət istəyir. Çox böyük, onun üstündə də durmayaq. Ayrıca bir fikir orada davası gedir. Gəlir, çıxır Moskva qurultayına. Moskva qurultayında 900 nümayəndə gəlib, hərəsinin ağzından bir avaz gəlir. Çox böyük bir tarixi qurultaydır və fikir el verin ki, Rəsulzadə də orada həmin mövzuda iki mövqeyi var. İkisi də qoyulmalıdır. Əhməd Salikov çox tanınmış asetindir. Bir Rusiya deməli ictimai xadimidir. Bu bir mənalı o xalqlar üçün milli mədəni muxtariyyət deyir. Ondan yuxarı çıxmayaq. Rəsulzadə və Başqırtlar bizimkilər, ondan sonra deməli digər yenə dedim o sərhəd xalqları olan Başqırtıstan, Krım, Qırğızstan və Cənubi Qafqaz, bunlar milli ərazi muxtariyyəti deyir. Rəsulzadə 2 dəfə orada çıxış eləyib, hamısı çap olunub. Tatarlar sonra yazacaq ki, o qətnaməni qəbul edirlər Rəsulzadənin dediyini. Böyük səs çoxluğu ilə, baxın 2 dəfə çox, Rəsulzadənin milli ərazi muxtariyyəti. Sonra o Tatar Qazaxları qəzetləri yazacaq ki, Salikov Rus dilində çıxardıb cibindən oxuyub, böyük məruzədir. Rəsulzadə Azərbaycan dilində sinədən məruzə eləyib və deyir, o gözəl səs, pastanovka qolusa, ora kimi, o intonasiya, o emosionallıq ki var, dəfələrlə alqışlar müşayiət olunur və tatarlar közləri milli mədəni muxtariyyət tərəfdarı idilər. Yazırlar ki, o bunun dediyi ona görə, yarı bayarı ona görə keçdi ki, onun Rəsulzadə o cür nitq eləyib. Yəni, şəxsi bir nitqinə səbəb onu deməli keçirdi. Və bu qurultaydan biz danışanda nə üçünsə hamısı gəlir, məhz bu məqama diqqət yetirir. İndi biz keçirik əsas məqama. Bayaqdan o dediyim məqama ki, niyə Rəsulzadə fərqləndi yenə bir daha? Çünki o həmin o qurultayda onun çıxışının ikinci bir tərəfi var. Niçinsə ona çox o qədər də fikir vermirlər. Amma mənim nəzərimdə o məruzənin daha böyük günümüz üçün. Çünki sonra Rusiya bilirsiniz də, varşıqlər gəldi, filan oldu, nə oldu, ümumiyyətlə dağıldı, milli müstəqillik qazandıq. Amma o qurultayda, hələ 17-ci ilin mayıdır. Rəsulzadə məruzəsinin arxasını gətirir tamam ayrı bir mətləblərə və o mətləb nədən ibarətdir? Deyir, yaxşı, biz əgər ərazi muxtariyyəti eləyiriksə, deməli, ərazimizi ayırırıq. Ərazini ayırırıqsa, daha nə ayırmalıyıq? Dövlətçiliyə gedən yoldur. Biz ümumi bir türk ailəsindən yavaş-yavaş çıxırıq, o konsepsiyadan da çıxır kənara. Bura qədər bir yerdə gəldik və o məşhur sonra dedi, indi ayrılaq, sonra birləşərik. Deyir, Rusiya böyük bir bina olacaq və orada hər türk xalqının öz ayrı mənzili olmalıdır. Gəlin mənzillərimizə çəkilir. Çünki sonra da səbəbini deyir. Türk böyük bir birlikdir, amma Türk birliyinə, dünyasına daxil olan xalqların hərəsinin öz milli xüsusiyyətləri var. Tatarlardan yazır ki, Tatarlar budur. Onlar heç vaxt öz haqlarını güzəştə getməz. O cümlədən biz Azərbaycanlılar, öz dilimiz, öz ədəbiyyatımız, öz xüsusiyyətlərimiz var. Biz də onları heç kəsə
güzəştə getmərik. Ona görə gəlin, ittihadımız, birliyimiz ancaq o vaxt olar ki, və əvvəl ayrılaq və gözəl nümunələr gətirir. Məsələn, Almanların birləşməyindən, o biri xalqlardan ki, Slavyanlar, nə bilim, Romanlar, nətər oldu millətlər Avropada meydana gəldi. Biz bilirsiniz, bu adamın nə qədər geniş bir dünya görüşü var. Çünki ayrıldılar da. Sonra gəlirlər, görürsünüz ki, birləşirlər, biz ayrılaq. Görürsünüz, öz axırda da çox təbii deyir ki, qoy hər kəs öz təbii axarı ilə bir çaya bənzədir. Surətdə axsın, bu müxtəlif türk nehrələrin axıb da nəhayət töküləcəyi yeganə bir dəniz vardır. O da böyük türk dənizi. Gəlib axırda töküləcəyik. Və onun qoyduğu şüarlar nə? Deməli, proqram qoyur. Siz fikir verin o proqrama. Birinci odur ki, hər bir xalq getsin müstəqil şəkildə təşkilatlansın. Tarix sonra göstərəcək bu adam nə qədər haqlı idi ki, hərəmiz ayrıca təşkilatlanmaq. Biz əvvəlcə ayrılmalı, sonra birləşməliyik şüarıdır və hər bir türk millətinin öz ərazi müxtariyyətinə nail olması, yəni ən əvvəl getsin hərə öz dövlətçiliyini yaratsın. Ayrılmağın kökündə də o dururdu. Bəs onda deyir, birliyimiz nə olacaq? Başa düşürək ki, bütün xalqlar öz torpaqları, öz dövlətini yarada bilməz. Artıq o vaxt qoyur ki, bir əlaqələncə koordinasiya şurası yaradılacaq və Milli Şura qoyur onun adını. Bütün nə eləməlidir Milli Şura, onları da açıb göstərib. Bütün bir proqram qoyub ortalığa və dil nəsə də olsun. Bax, bugün bilirsiniz də, çapalayırıq. O Türk Akademiyası falan, ortaq dil, ortaq əlifba. Qoyur ortaq dil məsələsini işləyək, hazırlayaq. Ora qədər gətirir ki, ibtidai təhsil hərə öz dilində, hamısını bölüb qoyub. Orta təhsildə artıq nə gəlir və ali təhsildə artıq o böyük dili hamı ali təhsildə onu bilməlidir. Və böyük bir o qurultayda, o Türk xalqlarının qurultayı, çox böyük çıxışlar olur ki, Türk xalqları müstəqil yaşaya bilməzlər. Biz hələ o müstəqilliyə hazır deyilik. Yəni, argumentlərin biri o idi ki, nə ayrıca, nə muxtariyyət, Ruslarla, hamıyla bir yerdə yaşamalıyıq. Bax, görün, onlara nə gözəl cavab verir. Mən də onu sözlərimlə ifadə edərəm. Deyir, hazırsızlığımızdan qorxmayalım. Türk istedad və ləyaqətinə inanaq. İstedad və ləyaqətinə. Və bilək ki, belə bir fikir verin, nə deyəcəksə. Çox bu mühüm sözlərdir. Belə bir tarixi zamanda biz öz haqqımızı istəməsək və yüksək bir səslə bizi milli idealımıza yaxınlaşdıran şüarı ortaya atmasaq, nə şüarı? Türk dövlətini yaratmaq. Nəsli ati hüzurunda xəcil oluruz. Gələcək nəsillərin qarşısında xəcalətli oluruq. Ora kimi fikirləşir ki, məqam yetişibi, tarix sənə imkan verir ki, ged öz haqqı al, öz dövlətini qur. Eləməsək indi, olağın qabağında biz xəcil olarıq. Və deyir bunu və nə eləyir? Eləyir də. Elədirmi? Sözünün də üstündə durur. Uzaq görənliklə görürsünüz ki, o dünya yaratdı. Tək bunları Kokandda, Alaşorda yaradıblar, 3 aydan sonra onları qırıblar. Və Başqırd hökuməti, bu Zəki Vəlidi Toğan, dəhşət bir hökumət, ordusu filanı, Lenin onları allatdı. Şimali Qafqazda Dağlı Respublikası bir müddət bizim də müttəfiqimiz idilər və sonra Fərqanə Ərdəcan. Bu, bütün o dövlətlərdə, hərəsi bir formada bunlar nəsə eləyirlər, amma çox tez ortadan çıxırlar. 1-ci 18-ci il ilk müstəqil, daha muxtariyyət də yox, ilk müstəqil dövləti kim yaradır Azərbaycan? Sədri kim olur dövlət başçısı? Rəsulzadə. Bir də 5 il sonra Osmanlı dağılacaq. Görün, bayaq deyəndə ki, 13-də bu görür bu Osmanlının axırını ki, bu nə olacaq? Gəlib birləşəydilər, oturaydılar. Nə olacaqdı axırı? Ortadan gedəcəkdir.
ayrılır, dövlətini yaradır filan. 23-də Osmanlı dağılanda deməli Mustafa Kemal Paşa da gəlir. Bizdən də 5 il sonra bunlar öz dövlətlərini yaradıblar və onun da lideri Mustafa Kemal Paşa olub. Deməli, sonra tarixi hadisələrə baxsaq görə, 20-ci ildə o işğaldan sonra, baxın, o SSR-nin xəritəsidir, nə olur? Məhz bizim Cumhuriyyətimiz olub deyən, bu Azərbaycan Sovet Sosialist Respublikası, burada da uşaqlar Nərimanovun haqqını verək, yəni hər dəfə biz onu deyirik, çünki bu işğal eləndən sonra dərhal o Orjonikidzə təklif eləmişdilər bu Azərbaycan o gənc kommunistlərinə ki, indi birləşirsiniz, yoxsa qatılırsınız, gəlin Sovet Rusiyasına qatılın, gedin, necə Dağıstanın adı qatmışlar, onlar da razılıq vermişlər. Bir də Nərimanov qoymur. Deyir ki, o da bəhanə gətirir ki, hələ Ermənistan, Gürcüstan hələ müstəqildilər. Qoyular səvətləşsin, sonra baxarıq və ona səbəb 2 il, daha 2 il Azərbaycan müstəqil qalır, dövlətçiliyini qoruyur və SSR-nin də tərkibinə suveren respublika kimi, yəni müstəqil o federasiyanın daxilində, amma elə girir. Və o biri xalqlar da bilirsiniz də, Rusiya muxtariyyətinin içində girmişdilər, 36-da hərəsinə bir verdilər, müstəqillik falan verdilər. Yəni 70 ildə o biri türk xalqları da SSR-nin onlar da öz dövlətçiliyini və digər dərəcədə saxladı. 91-ci ildə nə oldu? 91-ci ildə nə oldu ki, Rəsulzadə deyən o proqnoz da yox, resept həyata keçib. Nə olub? Məlum oldu ki, bu Rusiyanın, bu türk xalqlarının hamısının özünün müstəqil dövləti var, bu respublikalar var. Orada Tatarstan Muxtar Respublikası var, onlar da respublikadılar. Başqırtıstan Muxtar Respublikası var. O yuxarılarda bütün o xalqların da üzərinə görə dövlətçilik qurumları var və bunlar gəlirlər, neynirlər? İlk dəfə Türk Dövlətlər Birliyi, görürsünüz ki, Rəsulzadənin konsepsiyası idi, o özünü doğruldur. Bunlar gəlirlər, birləşirlər, təzədən o çaylar axıb bir Türk Dövlətlər Təşkilatını yaradır və bu da deməli, baxın, o 33 yaşı olub Rəsulzadə o sözü deyəndə, o proqnozu verəndə və siyasi fəhmi deyirlər ki, politiski geyni özünü nə dərəcədə doğrultdu ki, 70 il sonranı, 75 ildə ondan sonranı görür, indi ayrılaq, sonra birləşərik deyən o konsepsiya özünü doğruldu. Büyün sonra o Milli Şura deyirdi, yadınızdadırsa ortaq dil deyirdi. Bütün o proyektlər, hamısı bugün var. Türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə beynəlxalq Türksoy var, Türk Mədəniyyət İrsi Fondu var. Bunların özü Rəsulzadə həmişə deyirdik, birləşəndə birinci mədəni müstəvidə. Birləşəndə də dövlətlər, bir dövlətin ətrafında yox, bərabər hüquqlu Türk dövlətlərinin birliyi olaraq. Bax, o proqnoz da bugün doğruldu. Rəsulzadənin ruhu şad olsun. Bugün də nədir indi biz niyə? Mən məhz bu mövzunu istədim, bugün sizə təqdim edeyim. Çünki bir daha bu ideyanın özünü onu doğruldur ki, bizim də bu sadə o Türk Akademiyasındakı prezidenti Azərbaycan nümayəndəsidir, Şah Mustafayevdir. O da böyük proyekt başlayıb və 140 illiyi üçün, yəni ki, Azərbaycan Cumhuriyyəti Rəsulzadənin əsərini Qazaxıstanda elədi, Özbəkistanda da eləyib, Özbək dilində və Qırğızistanda da Qırğız dilində çıxacaq. Türk Birliyi, deməli, bu dövlətləri tanımalıdırlar bizləri, biz onları tanımalıyıq. Yenə deyək ki, Rəsulzadənin ruhu şad olsun. Mən də sizə təvəkkül edirəm ki, mənə belə diqqətlə, qulaq asdı səbirlə, yəni ki, bugün vəfat günü də olsa, biz onu göstərməliyik ki, bu insan fiziki, cismi gedişi ilə həyatını bitirmir. Nə qədər ki, onun fikirləri, ideyaları yaşayır, özünü doğruldur və hər nəsildə gəldikcə, mən ümid edirəm, siz hər öz heç olmasa bir şey öyrəndiniz bugün və onu özünüzlə daşıyacaqsınız. Bir daha
təşəkkür edirəm və xahiş edirəm bu gün çıxışlara başlayaq. Buyurun. Hə? Sağ olun. Çox sağ olun. Elnur müəllim, buyurun, başlayaq sizdən. Dün Rəis bəy də gəlsin, çünki bu gün Rəsulzadənin yadigarı olan bir nə qədər qırmaq istəsələrdir, təbii ki, qırmazlar, qıra da bilməzlər. Nə xalqı qıra bilərdilər, nə onun soy kökünü. Bu gün burada Rəis bəy yoxdur. Həsən müəllim, siz o Rəsulzadənin nəticəsidir. Deməli, onun böyük qızı Lətifə xanımın nəvəsidir və yanında və Nazim bəy oturub yanında. O da Rəsulzadənin bacısı Şəhrəbanu xanımın nəvəsidir. Yəni ki, iki nəvə nəticə, indi Rəsul gəlmədi bu Rəis bəy ki, tanıyırsın. Yəni, mən bilirəm, bəlkə istəyir ki, daha bunları yavaş-yavaş qabağa versin ki, bunları da tanıdaq. Və yanında da deyəsən o bir qohumları var. Bizim o bazar günü çox, bir 10-15 nəfər təmsil olunmuşlar, başa düşür, bir iş günüdür. Qonaqlarımızın arasında bizim böyük bəstəkarımız Aydın müəllim var, Əzimzadə. Azərbaycan himnini, Üzeyir bəyin himnini, bugünkü himninin aranjmanını verən, belə xoş gəlibsiniz Aydın müəllim. Yanındakı dostumuzu da gərək tanıyasınız. Bəli, Kamil Bəşə, hə? Bəli, Rəsul deyir. Yox, mən əvvəl ona Kamil bəy Şəhvərdi deyirəm, çünki Kamil mənim özlüyündə, yəni ki, musiqişünas bir ictimai xadim olmaqla yanaşı və Azərbaycan irsinə, necə deyərlər, sahib çıxan, onu qabağa aparan özü ayrıca bir şəxsiyyətdir və plus Rəşid Behbutovun kürəkənidir və Rəşid Behbutovun irsinin bax, bu gün saxlanmasında və onun təbliğində, gündəmdə qalmasında Kamil bəyin çox böyük xidmətləri var və Eynullah müəllim bizim deməli İranda konsulumuz olub, İranşünasdır və bu ictimai fikir tariximizi tədqiq edənlərdən biridir. Zemfira xanım tarixçidir və Azərbaycan elminin tarixini yazandır. Burada da bizim Cavid oturub orada, sağ olun ki, Cavid bəyə tanıyır, tarixçidir, deməli jurnalistiz və indi də Diaspora Komitəsində işləyir və gedir. Bax, o Cümhuriyyət irsini xaricdə aparıb təbliğ edən bizim tarixçilərdən biridir. İki xanımlar bizim görkəmli tarixçi xanımlarımızdır. Deməli, Firdovsiyə xanımla Sevda xanım və Şəhla xanım da Şahid Mustafayevin, bax, bu kitabı buraxan adamın bacısıdır. Gəlib qardaşı ilə fəxr eləyə bilər. Sizi də bizim də bütün bu tədbirlərimizin böyük Rəsulzadə deməli ideyasının, yolunun davamçısı və böyük təbliğatçısı da bizim bu Rüfət qardaşımızdır. Hamınız xoş gəlmişsiniz ki, tələbələrimiz sağ olasınız. Onlar da qohumlardır yəqin. Əlövsət müəllimi də tanıdınız da, yəni ki, bizim qrupumuzun ən böyük təşkilatçısı. Yəni, əlimiz yananda birinci ona deyirik və arxayınıq ki, işlər ki, gedəcək. Buyurun, xahiş edirəm. İndi buyurun, bəli. Mən çox istərdim ki, siz bugün bu qədər ki, yığcaq və maraqlı şəkildə böyük Məhəmməd Əmin Rəsulzadənin həyat yolunu, mübarizə yolunu, xüsusilə onun nəzəri fəaliyyətini necə uzaq görən bir şəkildə öncədən söylədikləri fikirlərin addım-addım həyata keçdiyini şərhlədiniz. Ya YouTube-da, ya bir başqa sosial şəbəkələr vasitəsilə tam bu mətni yaymağınızı xahiş edirəm. Bu çox faydalı olar. Çünki bəzən cilik-cilik kitabları oxumaq mümkün olmur, amma bu cür yığcaq şəkildə keçdiyimiz bu yolu, Azərbaycançılıq yolunu, türkçülük yolunu izləmək çox faydalıdır. Əlbəttə, mən də 70 il bundan əvvəl dünyasını dəyişmiş böyük öndər Rəsulzadənin xatirəsi önündə baş əyilən mən 1992-ci ildə Ankara'da Əski Məzar qəbirstanlığında
məzarını ziyarət eləmişəm bizim bir neçə tarixçi ilə bərabər. Bizim nəsli, mən indi artıq 70-i keçmişəm, bu ruhda rəhmətli Şirməmməd müəllim Zeynov tərbiyə edir. Biz ondan ilk əlifbasını öyrənmişik Azərbaycançılığın da, Azərbaycan Cumhuriyyətinin tarixini də və tarixi rolunu da. Ondan o gündən bu yana artıq bizim onlarla tədqiqatçımız bu qiymətli irsi öyrənir və bu hələ illər boyu öyrəniləcəkdir. Mən burada Məhəmməd Əmin Rəsulzadə irsinin son illərdə davamlı tədqiqatçısı böyük zəhmətlər çəkən Nəsiman Yaqublu'nun xatirəsini yad eləməyi özümə borc bilirəm. Qəza onu aramızdan apardı. Çox yaxşı planları var idi ki, Rəsulzadənin bütün xarici ölkələrdə vaxtıyla etdiyi çıxışları, yazdığı məktubları, qələmindən nə çıxıbsa onların hamısını toplayıb nəşr eləməyi düşünürdü. Bir qismini əldə eləmişdi, lakin əldə edə bilmədikləri də var idi. Mən elə söhbəti ona gətirmək istəyirəm ki, Rəsulzadə irsi harada Azərbaycanlı yaşayıbsa dünyada onlar üçün əzizdir və hələ öz imkanı çərçivəsində bu irsi araşdırmağa səy edir. Məsələn, Cənubi Azərbaycanda, İranda Rəsulzadə irsinə həmişə çox böyük maraq olur. Əvvəla ona görə ki, İranda ilk Avropa tipli müasir qəzetin binasını qoyan bir şəxsiyyət olmuşdu. İran jurnalistikasını tamamilə yeni bir məcraya yönəlmişdi. İkinci, məşrutə inqilabından, ümumiyyətlə İrandan onun göndərdiyi məktublar Fars dilinə bizim böyük alimimiz Rəhim Rəisniya tərəfindən tərcümə olunaraq İranda, Tehranda çap olundu və o özü qiymətli bir tarixi mənbəyə çevrildi ki, həmin illərdə İranda hansı ictimai siyasi proseslər baş verirdi. Bugün təbii ki, Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gün kimi necə o dönəmdə bütün Azərbaycanlılar içərisində bir qəmli gün kimi tarixə düşübdür və hər ildə artıq Azərbaycan dövlətinin müstəqilliyindən sonra Şimali Azərbaycanda, amma təbii ki, siyasi mühacirət dönəmində isə hər il qeyd olunubdur, ağır bir gün. Lakin belə şəxsiyyətlər var ki, artıq burada qeyd olundu, onların vəfatı ilə, onların irəli sürdüyü ideyalar, əgər öz aktuallığını saxlayırsa, təbii ki, strateji xarakterdə daşıya bilər. Bu cümlədən də Məhəmməd Əmin Rəsulzadənin vaxtı ilə artıq ideya kimi irəli sürülüb, həm də çox siyasətçilərə də nəsib olmur ki, öz həyatlarında onu gerçəkləşdirə bilsinlər. Lakin Rəsulzadə bu ideyanı gerçəkləşdirən şəxsiyyətlərdəndir ki, bu 73 ay davam edilmiş Azərbaycan Cumhuriyyətindən söhbət gedir. Yəni, o tərpənəni gördük, lakin yaratdıqları bu dövlətin də sübutu onun yenidən istiqlalına qovuşması üçün ardıcıl mübarizə aparmış bir fədakar mücahid kimi də tarixə düşübdür Məhəmməd Əmin Rəsulzadə. Təbii, Rəsulzadə dönəmində, yəni 20-ci yüzyılın əvvəllərində əsasən liberalizm, milli düşüncə, milli ideyalar, milli hərəkat, eyni zamanda sosial-demokrat hərəkatları çox populyar idi. Amma bunların içərisində liberallar və sosial-demokratlar daha çox, yəni qloballaşan coğrafi baxımdan daha cəlb edici, daha çox, yəni belə deyək də, qloballaşan ideyalar idi. Zaten qloballaşma ilə milli dövlətçilik həmişə politikdə bir-birinə müxalif olan ideyalardır. O baxımdan Rəsulzadənin apardığı mücadilə bu milli davanın içərisində biz Azərbaycan davasını ayrıldığını hər zaman vurğulayırıq, deyirik və mən hesab edirəm ki, nəinki mən hesab edirəm, tədqiqatçıların da fikridir bir mənalı şəkildə real siyasətçi
yalnız belə edə bilər. Ona görə Rəsulzadə dövrünün, zamanın gerçəklərini düzgün təhlil edib, real bir siyasət yürüdən şəxsiyyət olubdur. Məsələn, 1917-ci ildə ona müxalif deməzdim, hər halda tənqidi yanlışanlara deyirdi, buyurun gəlin, daha kim cəsarətlidirsə, bizdən cəsarətli olanlar varsa, daha irəli gedən tələblərlə çıxış eləsinlər. Çünki real siyasətçi hansısa mücərrəd, zamanı üçün gerçək olmayan ideyaların arxasınca gedərsə, istər-istəməz iflasa uğrayacaqdır. Bu baxımdan son dərəcə çevik, mövcud siyasi şərtlər daxilində hədəfinə doğru gedən bir şəxsiyyət olubdur Rəsulzadə. Zamanında dünya, nəyə ki, mən Rus imperiyası çərçivəsində demirəm, dünya miqyasında mövcud sosiologiya elminin ən çağdaş cərəyanlarına bələd olan bir siyasətçi kimi o da bunu görürdü. Məcburiyyətdə heç zaman uğur qazanmaq olmaz. Və o baxımdan da Rusiya müsəlmanlarının, məsəl üçün, indi burada mən Nərimanovdan bir misal gətirim ki, o sonradan yazır ki, həmişə pan-türküyüz, pan-islamist məsələlər ortaya gələndə mən istehza edirdim, görürdüm ki, bu müsəlman dövlətləri bir araya gələ bilməz, türk dövlətləri bir araya gəlməz. Halbuki özü pan-islamizmi bilirsiniz ki, bu şərq siyasətində bir taktika kimi istifadə etməyin tərəfdarı olur. Amma bütün bu Rəsulzadə də o baxımdan onu görürdü ki, siz dediniz, Osmanlı dövləti ətrafında türklərin nicat tapmayacağı baxımdan bu yolu seçdi. Rəsulzadə də görürdü ki, bu Rusiya müsəlmanlarının həmin, belə deyək, mövcud olduğu səviyyədə bir arada hansısa bir quruma sahib olmasa real bir məsələ deyil. Real məsələ deyildi. Ona görə ərazi muxtariyyəti məsələsində o oponentlik edirdi. Hərçənd çox yaxşı biliriz ki, Əhməd Salihov da kifayət qədər güclü bir fiquru idi və onlar da o mədəni muxtariyyət məsələsini əsaslandırarkən əsas nəyə vurğu edirdilər ki, mərkəzdə həyata keçirilən o islahatlar yerlərdə gerçəkləşməyə bilər, kifayət qədər. Və o cümlədən də milli hüquqların müdafiəsi, milli zəmində inkişaf ləngiyə bilər. Amma Rəsulzadə isə bunun tam əksini əsaslandırmağa nail olur ki, o da səs çoxluğundan qətnamə də qəbul olunur ki, əksinə, məhz elə ərazi muxtariyyəti çərçivəsində millətlərin inkişafı, tərəqqi etməsi daha səmərəli, uğurlu ola bilər. Yəni elə Azərbaycan Cümhuriyyəti nümunəsində də bunun biz artıq təsdiqini görmüş olduq. Və indi Solmaz xanım, siz burada qeyd eləmədiniz, amma bizim o danışıqlarımızda da ki, elə Nuri Paşa burada olan dönəmdə də Turancılıqla bağlı Rəsulzadənin o zamanda baxmayaraq mövcud şəraitdən irəli gəlirdi. Amma hər halda o bilirsiniz, gələcəyə, o cücərtilər orada, yəni o mesajlar da verilirdi. Amma daha irəli gedən bir siyasi proqramdan söhbət gedir. Və digər bizim Azərbaycan aydınlarından fərq bundan ibarət idi ki, daha çox ümum müsəlman müqəddəratı baxımından şüarlar səslənilirdi, ümum türkçülük baxımından şüarlar səslənilirdi. Onlar da kifayət qədər böyük fiqurlar idi, Əli Beyçinzadə, Əhməd bəy Ağaoğlu və eyni zamanda da bəşəriyyətə xidmət vermək baxımından bayaq vurguladığım kimi sosial-demokrat xətti, onlar da ümumbəşəri ideallar baxımından çıxış edirdilər. Amma Rəsulzadə isə dediyimiz kimi real olaraq bütün bu ümumbəşəri, ümumtürk, ümummüsəlman müqəddəratının içərisində öz xalqının, onların üçünün də içərisində Azərbaycanı görürdü. Yəni Azərbaycanın inkişafında Azərbaycan müsəlmanları da irəli gedirdi, ümumtürk ailəsi içərisində də Azərbaycan türkü inkişaf edirdi və burada bir xalqçılıq məsələsi, müsabatda bir xalqçılıq məsələsi ki, o sosial ədalət prinsipi, o platforma, o Rəsulzadənin başçılıq elədiyi Müsabat Partiyasının proqramında da aparıcı bir xətt idi.
yəni sosial ədalət, biz deyirik, sosial demokratdan uzaqlaşdı. Bu uzaqlaşma müstəqil dövlətdə sosial ədalətin təntənəsi məsələsinə deməli, biz burada yekunlaşıram, üzründən baxdıq aldım, biz bundan xaric Rəsulzadəni görə bilmərik. Bir də Rəsulzadənin real siyasətçi olduğunu biz nədə görürük? Sonraki dönəmlərdə həyatının sonuna qədər Rəsulzadə müxtəlif mərhələlərdə zamanın çağırışından çıxış edərək həmin dövrə müvafiq şüarlarla çıxış edibdir. Deməli, amma o çərçivədə yenə nəyə görür? Mərkəzdə Azərbaycanın müqəddəratını görür. Bax, bu baxımdan Rəsulzadə digərlərindən fərqləndirdi ki, siyasi mühacirətdə olanda da ömrünün sonuna qədər mücərrət yox, real bir davanı aparıb, ardıcıl aparıbdır. Bu davada Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyinin yenidən istiqlala qovuşması davası idi. Ona görə də biz Məhəmməd Əmin Rəsulzadənin siyasi mühacirət coğrafiyasını izləyərkən bunu diqqətdə saxlayaq ki, onun irsi də bu coğrafiya qədər genişdir. Ona görə həmin coğrafiyalardan Rəsulzadə irsinin toplanıb, təqdim olunması çox, yəni belə deyək də, çətin bir məsələdir, genişdir, zəngindir. Düşünürəm ki, bizim dil bilən gənclərimiz də bu məsələdə çox fayda verəcəklər. Şahin müəllimə də təşəkkürümüzü bildirək ki, onun o Azərbaycan Cumhuriyyəti əsərini o dillərə, xüsusən də yəni o indi Türk dövlətləri platformasında tərcümə elətdirməklə həmin cəmiyyətlərə vaxtı ilə Solmaz xanım dedi ki, Türk dünyasının yəni bu Rusiya çərçivəsində, belə deyək də, Sovet dönəmi çərçivəsində də Azərbaycan şəxsiyyətinin o faktların müqəddəratı ilə bağlı da biganə qalmadığına yenidən bir yeni nəsillərin baxışını müəyyənləşdirmək baxımından əhəmiyyətə malikdir. Çok sağ olun. Çok sağ olun. Siz çok sağ olun. Buyurun. Vallahi ben büyük bir zevkle dinliyorum. Şeref verin sana. Ve tabii ki bazı məqamlar var. Onu size deyim. Uzaktan biraz başlayacağım. Buyurun. Biraz. Yok, hiç müşkül. Böyle bir fikrim var ve ümumiyyətlə böyle bir fikir var. Hər hansı bir xalqın mədəni səviyyəsini bilmək için, görmək için nə səviyyədədir? Hansıdır? Onun filarmoniyasını yox, onun nə bilim nə, sərgi, rəssamların sərgisi. O, mütləq musiqili teatra baxmaq lazım. O musiqili teatrın səviyyəsi necədir? Və o musiqili teatr öz vəzifəsini, cəmiyyət üçün vəzifəsini yerinə yetirirmi? O, xalqın mədəni səviyyəsinin barometri. Düşmanlarımız çox yaxşı bilirdi ki, musiqili teatrın nə demək? Hər hansı bir xalq üçün. İndi gələcəm, onlar birinci növbədə proseslər başlayanda opera teatrını yandırdılar. Sonra da öz əlimizlə nə yazır ki? Zeynalabdin teatrı, Zeynalabdin Tağiyevin dikdiyi binanı öz əlimizlə söktük. Baxın, o teatrda Hüseyin Bey'in Leyli Məcnun teatrının premyerası olub. Heç bir xalq o teatrın içini müasirləşdirirsən elə. Onun umumi şeyini saxlamaq lazım idi. Bu bir tərəfə, diğer tərəfə.
neçə il geçti, musiqili komediya deyilən teatrımızın işi uzandı. İndiyənə qədər hərəkəti yox. İndiyənə qədər Gəndüstra aşağı gəlmişdir. İndiyə bu cəhənnəm, edirdir, lüstra düşə bilər, düzəldə bilərlər hamısını. Amma bir məsələ var. O teatrlar öz vəzifəsini yerinə yetirmirlər. Nədən? Üzeyir bəy bu məsələni çox maraqlıdır. Bütün başqa ölkələrdə bəstəkarlar başlayırlar öz reformların simfoniyasını. Məsəl üçün qonşularımız. Amma Üzeyir bəy başlayıb musiqili teatr. 1909-cu il, 1911-ci il, 1913-cü il, ondan qabaq 1908-ci il. Leyli Məcnun, Ər-Arvad, o olmasın bu olsun, Haşimov. Ömrünü Koroğlu inanırdı. Simfoniya yazmıyor kişi. O dahi. Neden? Bir sual da verir size. Bu boyda İtalya var. Musikiler. Niye onlar simfoniya yazmıyor? Bir bestekarında simfoniya yok. Yok. Məntiq var. Bu halka simfoniya istəmir. Bu halk mahnı istəyir, opera istəyir. Və sana bu qədər bəsit. Azərbaycan halkı gece yatmır, simfoniya görür. Vallahi simfoniya yatsın, mən qulaq asım. Məni düzgün başa düşür. Mən simfoniyanın nə aşağılamaq istəyirəm, nə bir şey demək istəyirəm. Mən bəstəkarı, Üzeyir bəy kimi bəstəkarı xalqa hizmət eləmək üçün ona görə yeganə bəstəkardır, xalqın qanunundadır. Xalqımızın qanunundadır. Bu yeganə bəstəkar. Və mən bir məsələni də deyim, musiqi teatrına bağlı və gətirəcəm Məhəmməd Emin Rəsulzadə. Bu musiqili teatrda Üzeyir bəy nə deyib? Bilirsiniz, müasir musiqide bir anlayış var. Musical. Soruşanda ki musical ne demekti? Music, Amerikan operettası. Sade cevap var. Operetta nedir? Operetta böyle de İtalyanca küçük opera ama orada danışmak var, bir şey var, rəqslərin çoxluğu var, əyləncə, yaxşı musiqi və əyləncə. Amma musical, Amerikan musikalı ayrılır operettadan neyle? Çünkü musicalın tarihi başlayır Vəsay əhvalatı. Vəsay əhvalatı da Amerikan cəmiyyətinin, Amerikan halkının, toplumunun karşısında problem olur. Bir qara dərili və yaxud bir qırmızı dərili, bir ağ dərili kızı sevir. Bu böyük problem değil.
və tamaşaçı ən demokratik teatr elə musiqi teatrıdır. Tamaşaçı gəlir öz problemini görür. Bununla tərbiyə alır. Tərbiyə alır və get, bax, belə bir müzikalın belə bir funksiyonu var. Peki, müzikalın ilk dəfə Amerikada Havaqda olub. 50-ci illərdə baxın Üzeyir Bey o olmasın, bu olsun yazın. O problemlər hələ də var indi. Arşın malların var. Ama biraz diyeceğim, arşın mallarında büyük problemler koyulub. Birinci növbədə qadın azadlığı. Və o ailə məsələlər ki, Dədə Qorqudda bilirsiniz də, düzgün evlənməyəndə onda ne olur? Təpəgöz olur. Değil mi? Çok güzel bir örnek. Şimdi bakın, ben bu Üzeyir Bey, güzel bir gencecik 21 yaşında olan dehası, derin olan, güzel olan bir belediyede kim buna vadar edeyim ki hansı dostlar, kardeşler buna deyirlər ki belə olsa yaxşı olar. Mənim fikrimcə, şəxsən fikrimcə, o fikir mənim duygularımdan gəlir. Bunu əlbəttə ki, Üzeyir Bey'i əhatə edən dostlarıdır. Onların içində Məhəmməd Emin Rəsulzadə var. Onların içində Ahmet Bey Ağoğlu var. Onların içində İyərlər var. Məhəmməd Emin Rəsulzadə elə bir devlət xadimidir ki, mən məsələn onun Leyli Məcnun opera məqaləni oxuyarkən vallahi heç bir bu vaxta qədər inanın mənə heç bir musiqi şünas onu yazmaz. Devlet başçısı. Ben eşitmişəm, sultanlar bəstəkarlıq eləyib, şey yazmış, güzeldir. Bizə ümumiyyətlə, mən Rus məktəbini oxumuşam da, amma həmişə deyirlər ki, sultanlar əyyaşlıq eləyib, belə deyir. Amma mən heç inanmamışam. Və mən Məhəmməd Emin Rəsulzadədə o qabiliyyəti görmüşüm. O, gələcək Cumhuriyyətimizin mədəniyyətinin bəlnasıdır. O ki, elə gözəl xəbər şəklində jurnallarda yazırdı, onu oxumaqdan adam doymur. Çünki düzgün qiymətdir. Təşəkkür edirəm bu qədər. Amma Eynullah müəllim danışandan sonra çox bir maraqlı mənim özüm bir fikir yarandı ki, bilirsiniz, o tarih böyük şəxsiyyətlərini, mən Fars şovrəzinin şəxsiyyətlərini tanıyanda adam biraz özünə sual yarandı ki, Seyid Həsən Təğizadəni tanıyan adam bilir ki, bu nədir adamdır. Bunların yanında nə qədər böyük, nə qədər dahi, nə qədər güclü qələm sahibi olmalısan ki, o qədər yazıcıların içində Seyid Həsən Təğizadə kimi insanı fəth eləyəsən və gətirər İranın Nov qəzetini baş redaktorluğunu sənə tapşırır. Mən həqiqətən onu oxuyanda bir məsələ
gözümün önünə gəldim. Mən təsəvvür edirəm, 86-cı ilin sonunda dekabr ayına buraya gəlmişəm. Cavan bir oğlan idi. Gələsən buraya, Rus dilini bilməyəsən, Rusca təhsil alasan. Amma Ruscanı o qədər gözəl qavrayasan ki, bu qədər ziyalıların içində, fərz o günündəyəm, Pravda qəzetini, Bakıda Raboçi qəzetini, bunların birinin baş redaktorları sənə verirlər. Nə qədər güclü olmalısan ki, Farsdan bilirdi də. bilirdi, öz aramızda Seyləsən Təblizadə kimi adamın qarşısında deyir, öyle olanı öz sözüdür, qəd ələm eləyəsən, böyük olasan, nə boyda olasan ki, onu fəth edəsən, məsuliyyəti sənə çalışır. Və ya eyni halda, o furuğunu ki dedilər, furuğu sadə bir olmuyor. Başına ağzı bu hamısı bu öpürə var. Arkada həqiqətən böyük adam var. Qazarda zamanında Küşrətin nazir olur. Pəhləvilər zamanında bəlkə də furuğu Məhəmməd Əmin Rəsulzadənin qorxusu olmasaydı, həqiqətən də iş olmazdı, İran'a da Cumhuriyet elan edərdilər. Fikirləşib ki, əgər bu cür dahi bir adam gəlib burada dövlətçilik haqqında belə danışırsa, Cumhuriyet olsa, çünki Rıza Şah danışmışdır ki, İran'a qazanırsa Cumhuriyet edəsəyilər. Bunun qorxusu Məhəmməd Əmin Rəsulzadənin o qədər olur ki, deyib, əgər Cumhuriyet olsa, düşəcək bunların əlinə. Və burada türkçülük başqa formada qabuğa gedəcək. Çünki Rəsulzadənin böyüklüyü təkcə və təkcə onda deyil ki, o zaman türkçülüyü qaldırırdı. Model dövlətçiliyi qaldırırdı. Azərbaycan söhbəti eləyir. Cumhuriyet sözü model dövlətçiliyi. Mən ixtisasıma görə uyğunlaşdım. Dövlət hüquq nəzəriyyəsində müəyyən qədər bir itirazımız var da. Gələsən bunu bu formada qaldırasan, baxın görün bir, Fars çoxunuzun nə qədər qorxuyasalım ki, onlarda ideya dəyişikliyi. Demək, Üzeyir bəyin yaradıcılığını üç dövrə ayrılmaq olar. Cumhuriyet ilk dövrü 1908-13-cü il. İkinci dövrü Cumhuriyet dövrü. Üçüncü dövrü Sovet dövrü. Təsəvvür edin, yəni ən məhsuldar dövrü 1908 və 13-cü ilə qədər olur və 1907-ci ildə Nicat Cəmiyyətinin sədri Məhəmməd Əmin Rəsulzadə. 1907-1913. Üzeyir bəy də sonuncu əsəri, o Cumhuriyyətə qədər kəsən Arşın Mağlar, 13-cü ildə yazılır. Və sonra Cumhuriyyət dövründə cəmi 3 əsər yazılır. Bayrağım, Milli Marş və Azərbaycan Marşı. Hansı ki, Aydın müəllim onu bərpa edib, bizim himnimiz. Sonra da Sovet dövründə və bir neçə əsərlər Skoroğlu ilə yekunlaşır. Amma yəni Nicat Cəmiyyəti dövründə çox güman ki, indi mən o məsələləri araşdırıram, açığı mənbələri axtarıram. Məhz Üzeyir bəyin, o Aydın müəllimin söylədiyi bütün fikirlər məhz düşür Nicat Cəmiyyətinin Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi etdiyi dövrdə. Sonraki dövrdə Üzeyir bəyin, o Hacıbəyev qardaşlarının artıq Nicat Cəmiyyətindən mübahisələri yaranır. 15-16-cı illərdə artıq mübahisələri yaranmışdır. Və Üzeyir bəy artıq əsərlərin hüquqlarını onlardan geri istəyir. Nicatdan. Bəli. Ümumiyyətlə, Turan fikri yarananda bunun mənbəyində, bunun əsasında duran Məhəmməd Əmin Rəsulzadə əlbəttə Türk dövlətini irəli getirirdi ki, bu Turan, türkçilik, Türk millətlərinin birləşməsi eğer onu bir əvvəl mənbə kimi, mərkəz kimi Türkiyə görürdüsə, sonralar isə onun, yəni Məhəmməd Əmin Rəsulzadənin fikri o idi ki, bir mərkəz kimi Azərbaycan olacaq. Yəni, onun coğrafi nöqteyi nəzərdir. Bu sözü artıq Azərbaycanlılar yaxud Məhəmməd Əmin Rəsulzadəni sevənlər yox. Bunu Rus, yox, mən düşünürəm. Ancaq bu hər halda bir tərəf bir fikir. Yox, bir tərəf adamdır, o tarafdır. Yox, özü başka bizim de üniversitede.
tarix bizim Bakı dövlətdir. bir tərəf saxlıyoruz. Yox, yəni mən hətta bir tərəf kimi, əgər onun dediyi sözə fikir versək, görürük ki, bu onu qeyd edir. Yəni, yenə də Məmməd Əmin Rəsulzadənin necə bir daxil bir adam olması, daxil bir siyasətçi olması üzə gəlir. Ona görə bir daha təşəkkür edirəm. Çox sağ olun. Mən sizə təşəkkür edirəm ki, hamınız gəlib.